Bugün 15 iyul deməli, qardaş Türkiyəmizdə Demokratiya və Milli Birlik Gününün 10-cu il dönümüdür. Yaxın dəqiqələrdə bu və digər mövzuları biz müzakirə edəcəyik. Turan Hərəkatının Başqanı Cahangir Bayoğlu ilə. Hər vaxtınız xeyir Cahangir bəy, xoş gəldiniz. Cahangir bəy, hər kəs salamlayıram, başarılı yayınlar diləyirəm. Cahangir bəy, sizdən bir analitik analiz istəyirəm. Yəni analiz edək bu 15 Temmuz darbesini. Bu darbeni edən kimlər idi? Bu darbenin yatırılması ilə, millətin buna qarşı çıxması ilə bu darbe bitdi mi? FETÖ terror örgütü aradan qalxdı mı? Və yaxud da həmin darbe baş tutsaydı 10 il sonra indi Türkiyə necə olardı? Geniş şəkildə bu barədə bir danışaq. Təbii ki, zaman uzaqlaşdıqca, məsafə bu dövrlə iləridəki dövrlər arasında genişləndikcə darbənin mahiyyəti daha çox anlaşılır və eyni zamanda böyük bir məsuliyyət tələb edir. Bu darbə Fethullah Gülen darbəsi deyil idi. Bu deyildi. Təbii ki, bu darbə küresel mafiyanın, küresel terör təşkilatlarının dünya üzərində, dünya dövlətləri üzərində, dünya dövlətlərini idarə etmək istəyən küresel qurumların Türkiyəni tam mənada ələ keçirmə hərəkatı idi. Necə ki, bu güclər son dövrlər Suriyada, İraqda, ayrı-ayrı dövlətlərdə həmin dövlətlərin tam mənada əskəri işğalına məruz qoydular və nəticədə yeni yapılanmaya həvəsləndilər ki, istədikləri kimi o bölgələri dizayn etsinlər. Türkiyənin də içərisində 2-ci Dünya Müharibəsindən sonra Türkiyə NATO üyəsi olduqdan sonra Türkiyənin içərisində çox güclü bir Amerikan istihbaratı küresel mafiyanın əli ilə, daha doğrusu küresel mafya Amerika istihbaratının əlindən Türkiyədə böyük bir örgütlənmişdi. Türkiyədə nə qədər darbelər olmuşdu, xatırlayırsınızsa. 60-cı illər, 70-ci illər, 80-ci illər. 80-ci illər. Bütün bu darbələrin arxasında duran güclər 2016-cı ildə də Temmuz ayının 15-də yeni bir fərqli bir darbə gerçəkləşdirdilər ki, bu dəfə Türkiyəni tam mənada yarı mühafizəkar Şeyx-ül-İslam statusunda Fethullah Gülen dini otoritəyə bağlı yarımçıq bir cumhuriyyət formatında idarə etsin və Türkiyəni artıq şərqi nümunə dövlətindən çıxarsınlar. Türkiyə bir Səud Ərəbistanı kimi, Türkiyə bir Birləşmiş Ərəb Əmirlikləri kimi idarə olunan dövlətə çevrilsin. Yəni dini dövlət qurmaq istəyirdilər də. Tək dini dövlət deyil də ortaq bir anlayış burada nümayiş etdilər. Cumhuriyyət olurdu, parlament olurdu, amma təbii ki başbakanlıq olurdu. Amma eyni zamanda Fethullah Gülen'i də İranda olan Vilayəti Fəqiq İnstitutuna yaxın bir institut kimi dövlətin başına gətirirdilər ki, dövlətin hərbi, əskəri, istihbarat gücləri və güvənlik gücləri ona tabi olsun. Qalan o təsərrüfat işləri də başbakan icra edəsin. Daha doğrusu bu Türkiyəni necə bir modeldə görürdülər desək, 1979-cu ildə İranda gerçəkləşdirdikləri bir modeldir. Vilayət-i Fəqiq İnstitutu və təbii ki, Cumhurbaşkanı da var, parlament də var, amma dövlətin bütün ali icra qurumlarını Vilayət-i Fəqiq həyata. Cahangir bəy, sizə bir sual verim. Deyirsiniz ki, bu küresel mafiyanın işi idi də, düzdürmü? 1979-cu ildə Fransadan Xomeynini də İrana gətirənlər də onlar idi. İndi bir sual verim. Türkiyədə bu dini
dövlətin, teokratik dövlətin qurulmasını niyə istəyirdi ki, küresel mafya? Bilirsiniz, bu cür otoriter yönetimlerin idare edilmesi daha kolaydır, asandır. Təpədən bir nəfərə əmir verirsən, onun əlindən bütün ölkəni idarə edirsən. Amma demokratik dövlətlərdə, Cumhurbaşkanı seçilən dövlətlərdə, parlament, xalq seçən dövlətlərdə kiməsə əmir vermək elə də asan deyil. Artıq xalq onun iradəsini təmsil eləməyən, davranışlarından və hərəkətindən etibar etmədiyi adama səs vermir, kutuda qoyur. Bu da onların planını pozur. Onlar elə bir sistem qurmaq istəyirdilər ki, o sistemin əlindən Türkiyəni 100 illə idarə edə bilsinlər. Yəni 20 ildən 15 ildən sonra bir darbə, hərəkətlənmə, qarşı durum olmasın, rahat olsunlar. Bölgəni tam mənada işğal altına salsınlar. Belə bir mərhələdən təbii ki, Türkiyə keçirdi. Türkiyənin bu 2016-cı ildə qarşılaşdığı bu darbə planını diqqət etdiniz, arxasında çox böyük güclər var idi. Deyək ki, Amerika, Batı dünyası, İsrail bu işin içində idi. Amma içəridə çox güclü örgütlənmişdilər. Generallar, hava qüvvətlər komutanlarının böyük əksəriyyəti. Genelkurmay Başkanlığında generallar, əskər, polis, media, bütün qurum və quruluşların içərisindən paralel dövlət hərəkətə gəlmişdi. Yəni, NATO üyəsi olan Türkiyənin içərisində Amerika mərkəzli elə güclü bir yapılanma gerçəkləşmişdi ki, o yapılanma artıq Türkiyəni idarə edirdi. Xatırlayırsınız, Fethullah Gülenlə iç-içə olan, yan-yan olan Sayın Erdoğan da 2016-cı ilə qədər bizim suallarımız qarşısında çox çətin durumda olan bir lider idi. Çox sayılı davranışları, yanlışlıqları var idi. O da Türkiyə dövləti hansı addımlar atırdı, Sayın Erdoğan üzərindən hansı siyasət yürüdülürdü, nə kimi dış güclərə qarşı komplo oyunları qurulurdu, o ayrı bir mövzudur. Amma fakt odur ki, hökuməti Fethullah Gülen %50-50'ye idarə edirdi. Darbəyə qədər. Darbəyə qədər. 50-50'ye. Əlbət ki, hətta hatırlırsınız, Sayın Erdoğan açıqlama verdi ki, biz sizə nə istədiniz vermədik. Hər şey istədiniz verdik. Amma siz yenə razılaşmadınız. 50-50'ye deyil, %100 Türkiyəni idarə etməyə qalxdınız demək istəyirdi. O da dedi ki, bu mümkün deyildi. Amma siz 50-50 idarə etdiyimiz bir dövrdə hər şeyə qadir idiniz. Universitetlərin rektorlarını artıq onlar təyin edirdi. Azərbaycandan da bir xanım Türkiyədə onların əlindən rektor ola bilmişdi. Artıq Türkiyənin üzərindən Türk dünyasını dizayn edirdilər. Yəni Türk kimi gəlirdilər, Türkiyə dövlətinin himayəsində olurdular, Türk dünyasının bütün universitetlərini, basın yayın quruluşlarını, dövlət qurumlarını ələ keçirirdilər. Mövzu Fethullah Gülen mövzusu deyil Zahir bəy. Amerika mərkəzli Batı dünyasının dünya dövlətləri üzərində qurduğu bir ağalığın strukturlaşmış formasından biz danışırıq ki, o Türkiyəni artıq 50-50'ye deyil, %100 idarə etmək istəyirdi. Və belə bir darbə hərəkətlənməsini gerçəkləşdirdilər. Təbii ki, kimin adına? Atatürk adına. İlk bəyanatları bilirsiniz də, Atatürk inqilablarına söykənərək bir bəyanat verirdilər. Bəli. İndi Azərbaycanda da görürsünüz, Batı dünyası örgütlənəndə Məmməd Əmin Rəssadə, Heydər Əliyev, Elçibəy adına örgütlənir. İslam dünyasında Allahın adını örgütlənirlər, Peyğəmbərimizin adını örgütlənirlər. Diqqət etmirsə təşkilatlara. Bəli. Kutsallarımızın adına milli dəyərlərimizi, mənəvi dəyərlərimizi məhv edib onun üzrində ağalıq qurmaq istəyirlər. Ya bunlar praktik olaraq bu işin ustasılarıdır. Necə edə bilirlər, necə xalqın hissiyatını oynamalıdırlar, necə onları əl almalıdırlar. Bu kimi siyasətin içərisində Türkiyə böyük bir sınaq qarşısında oldu. Mən düşünürəm ki,
Baxmayaraq ki, Türkiyə dövləti Batı dünyasından, NATO dövlətlərindən, Amerika ilə çox sıxı bir iş birliyində idi. 6-7 dəfə bu olaylara qədər Türkiyədə dövlət çevrilişləri gerçəkləşmişdi və yenidən dövlət çevrilişləri yenidən sivil idarəçiliyə keçəndə hər zaman Türkiyədə bir demokrasi havası yarana bilirdi və Türkiyə yönətimi demokratik prinsiplərlə idarə oluna bilirdi. Baxmayaraq bağlılığı çox idi. Amma yönətimi tam idarə edə bilmirdilər, rahatsızdılar. Bu 2016-cı il 15 Temmuz bu hərəkətlənmənin gerçəkləşməsini artıq Türkiyə gözləyirdi əslində. Ona qədər bilirsiniz 2015-ci ilin dekabrın 17-si 15-i Aralıq 17-15 Türkiyədə Başbakan o dönəm artıq Sayın Erdoğan'a qarşı böyük bir hərəkətlənmə gerçəkləşdi. Xatırlayırsınızmı? O dollar 16-cı ildə Erdoğan başbakan idi, yoxsa Cumhurbaşkanı idi? Məncə Cumhurbaşkanı idi, Başbakan Davud Güloğlu idi. Düz dedim mi adını, yoxsa? Bu Sayın Erdoğan o zaman xalq tərəfindən seçilməmişdi herhalde. Məncə Cumhurbaşkanı idi. Mən indi bu dəqiqə siz gedişatda dəqiqləşdirəcəm. Yox, herhalde xalq tərəfindən bütün hallarda seçilməmişdi. Belə bir durumda Sayın Erdoğan'ı onlar sıradan çıxartmaq istəyirdilər. Sanki onun kutularda dollar əməliyyatları, Fethullah Gülen'in savcıları hərəkətə getirib onu həbs eləmək istəyirdilər. Hatırlayırsınız? Belə bir artıq həyasız hərəkətləmənin içərisində idilər. Hətta o zaman Ahmet Davutoğlu olub baş nazir. 2016-cı ildə Türkiyənin prezidenti Recep Tayyip Erdoğan, baş nazirləri isə ilin birinci yarısında Ahmet Davutoğlu bu darbəyə qədər 2016'dan 15'ten 16'da 15'te başbakan olub sonda. 15'te olub. Mən İkinci 15'ten yarısından etibarən isə Binəli Yıldırım olub. Onlar başbakan olublar Zahir bəy. Əhməd Davutoğlu'ndan Binəli Yıldırım başbakan olub. Onlar o mərhələdə təbii ki artıq Sayın Erdoğan'ın davranışlarından rahatsız idilər. Türkiyənin də həm AK Parti'nin içərisində Fethullah Gülen çox güclüydü, həm də dövlət %50 onların nəzarətindədir. Əhməd Davutoğlu onların işbirlikçisidir. Və eyni zamanda dönemin Cumhurbaşkanı Recep Tayyip Erdoğan. Yox, Ahmet Abdullah Gül. Abdullah Gül tam mənada bir Tayyip Erdoğan'a qarşı siyasətin içərisindədir. Yeni örgütlənmə baş verir. Amma Türkiyənin içərisində də onu deməyə çalışıram ki, yeni bir güc təşkilatlanır. Onların niyyətlərini görünür, bilirlər. Tam mənada bilirlər. Ona qarşı bir hərəkətlənmə var. Kimin məsələsi artıq meydandadır. İçəridə ciddi bir savaş gedir. Əhməd Davutoğlu 2016-cı ilin may ayına qədər başbakan oldu. Əhməd Davutoğlu başbakanlıqdan AK Parti'nin genel kurultayında Binəli Yıldırım başbakan partinin başkanlığına geldi ve aynı zamanda başbakan oldu. Əhməd Davutoğlu 15 Temmuz'a qalsaydı dövlət əldən gedəcəkdi. Yox, 15 Temmuz'da Ahmet Davutoğlu idi. Yox, Binəli Yıldırım idi adı. Yox, gəlin baxaq. Zahir bəy, Çünki mən xatırlayıram. May ayında Əhməd Davutoğlu'dur. May ayında Binəli Yıldırım artıq başbakan olur və bizim o zaman açıqlamalarımız da var idi ki, Binəli Yıldırım başbakan seçilməsəydi, Əhməd Davutoğlu başbakan qalsaydı 15 Temmuz darbə planı gerçəkləşəcəkdi. Onun gerçəkləşməsinin səbəblərindən biri də Binəli Yıldırımın artıq o zaman başbakan olmasıydı. Cumhurbaşkanı da Sayın Erdoğan idi artıq. Belə bir Candır bəy, düz deyirsiniz. 15 iyul 2016-cı il tarixdə Türkiyənin baş naziri Binəli Yıldırım idi. O 24 may 2016
9 iyul 2018-ci illər arasında bu vəzifəni icra edən Bəli, Türkiyənin may ayında Baş naziri. Əhməd Davutoğlu'nu kongrede götürdülər. Bu artık devletin içinde bir savaşın olduğuna haber verirdi. Ve o zaman hatırlarsınız Millətçi Hərəkat Partisinin içerisinde de Bahçeli'ni sıfırlama uğrunda bir mübarizə var idi. Partiyalar yaradılırdı. Millətçi Hərəkat Partisinin içerisinde kongreler keçirib yeni genel başkanlar seçirdiler. Ciddi bir kaos yaradılırdı. O zaman Millətçi Hərəkat Partisinin içerisinde yaranmış bu xaosda Ramiz Mehdiyev də iştirak edirdi. Mən orada bəzi adamlar iştirak edib bu haqda hələ Ramiz Mehdiyev. Bəli, bəli. MHP'nin içində. Sahil bəy, mən küresel bir örgütdən danışıram ki, Ramiz Mehdiyev bunlarla işbirliyindədir. Və Azərbaycan Prezident Aparatının rəhbəri də bir müxalif hərəkətlənmələrin içerisində olan bəzi adamları maliyyələşdirir. Onlarla işbirliyindədir. Yəni bəyənə dostlar, Millətçi Hərəkat Partisinin içərisində gerçəkləşən bu olaylarda Azərbaycan tərəfindən də Ramiz Ənvəroviçin küresel mafiya ilə olan ilişkiləri iştirak edirdi. Siz hatırlayarsınız o zamanları. Hətta Erdoğan'ın əleyhinə Azərbaycanda böyük kampanya var idi. Türkçü transı kimi tanınanlar artıq Erdoğan'ın əleyhinə yazılar yazırdı, fikirlər səsləndirirdiler. Millətçi Hərəkat Partisinin Genel Başkanı Sayın Bahçeli'nin siyasetten getməyini yerinə gənc bir transı türkçünün gəlməsindən bağlı projeler çizilirdi. Onların dəstəkçilərinin hatta böyük əsəriyyəti Bakıdan idarə olunurdu. Tabii ki Bakı burada vasitə idi. Amerikadan, batıdan idarə olunan küresel mafya, FETÖ yapılanması, İsrail yapılanması, Kandil yapılanması bir yerdeydiler. Onlar da Azərbaycanda zayıf değildi Zahir Bey. Millətçi Hərəkat Partisinin içerisinde olan karşı durmada çok güclü iştirak edirdiler. AK Parti'nin içerisinde Sayın Erdoğan'a karşı hərəkətlənmənin içerisinde bu yapılanma var idi. Ve darbe planının da baş tutmasında nəinki Azərbaycanda olan örgütlər, dünyanın her yerinde olan örgütlər iştirak edirdiler. Deyək ki, Türk dünyasının her yerinden, Mozambik'te, Afrika'da, Asya ölkəlerinden, Avrupa'dan her yerden olan qüvvələr iştirak edirdi. Ve onların da patronlarından biri İsrail, biri de Amerika idi. Ve tabii ki Batı dövlətləri. Məqsəd Türkiye'nin 50-50 dik duruşunu aradan götürmək idi. Ama Türkiye'nin 50-50 dik duruşu tam mənada Fethullah Gülen'e galip geldi. O gün bugün Türkiye bağımsızlık yolundadır. %50 hakimiyyətə, dövlət kurumlarına sahiblenen küresel mafyanın beli kırılmağa başladı. O gün bugün Türkiye artık dünya siyasetinde bağımsız siyaset yürüdü. Bugün de Sayın Erdoğan'ı ve Türkiye'ni o gücüler vurur ki onlar Türkiye'nin bağımsız siyasetini kabul etmirlər. Ondan rahatsızdırlar. Türkiye'nin varlığı her kəsə lazımdır. Ama o varlıq ki onların qul əmrindədir. Mesela İsrail'e lazımdır, İsrail əmrində. Amerika'ya lazımdır, Amerika'nın əmrində. İngiltere'ye lazımdır, İngiltere'nin əmrində. Batı dövlətlərinə lazımdır, Türkiye onların əmrində. Ama bağımsız, öz xalqın iradəsini təmsil eden Türkiye heç kimə lazım değil. Onun uğrunda bugün də elə Türkiye'de savaş gedir. Bugün Sayın Erdoğan'ın açıklamasında da biz onu gördük ki FETÖ yapılanması bugün de diridir. Hələ də çox təhlükəlidirlər. Bugün də dedi çıxışında. Məclisdə olan çıxışında açıq-açığına dedi ki, bugün də təhlükəlidirlər. Bugün də dövlətə qarşı hərəkətlənmələrin içərisindədirlər. Mən bu konuda demək istərdim ki, 2016-cı il 15 Temmuz Türk dünyasının tarixində, dünya tarixində həlledici gün. Dönüş günüdür. O gün Türkiye məğlub olsaydı, FETÖ yapılanması, hakimiyyəti ələ keçirsəydi, artıq Türk dünyasının gələcəyindən danışmaq yersiz olardı. Artıq Kandil
Terrorçu gücləri Türkiyənin böyük bir qismində özlərinə dövlət quracaqdılar. Azərbaycanda da xəyali Laçın Kürd Cumhuriyyəti, Zəngəzur daxil onu gerçəkləşdirəcəkdilər. Urmu da böyük bir özlərinin Yeni Ermənistan tipli bir yapılanmanı gerçəkləşdirəcəkdilər və Türk dünyası arasında ilişkiləri darmadağın edəcəkdilər ki, hər hansı bir bağlılıq qalmaz. Ondan sonra təbii ki, Türkistan Cumhuriyyətləri üzərində ağalıq böyüyəcəkdi. Amma bütün bu pis niyyətlərin hamısının qarşısı 2016-cı il 15 Temmuzda Türkiyədə gecədən sabaha qədər xalqın iradəsi aldı. Sayın Erdoğan'ın siyasi iradəsi burada həlledici rol oynadı. Türk dövlətinin içərisində olan Batı güclərinə, dış güclərə bağlı olmayan, minilliklərə dayanan dövlət iradəsi gücləri bu işin içərisində ciddi rol oynadılar və xalqın da tam mənada gücünü, dəstəyini qazanaraq böyük bir bəladan dünyanı xilas etdilər. Türkiyəni deyil, dünyanı xilas etdilər. Bəli. Belə bir mənzərədə təbii ki, düşünün ki, Fəthullah Gülen qalib gəlsəydi, hər halda 2017-ci ildə Ramiz Enveroviç Azərbaycanda prezident olacaqdı. Bunlar çox ciddi iddialardır. İddia nədir? 2024-cü ildə 2024 eləmi? Ya 2025 idi. 25. Azərbaycanda Ramiz Enveroviç 2018-dən 5-6 il sonra darbe gerçəkləşdirib, prezident aradan götürüb özü prezident olmaq istəmədi. Ya çevrəsindən bir yerdə, həmin yapılanmadan danışırız. Deyirsiniz ki, əgər o darbe baş tutsaydı... 2017-ci ildə analoji olaraq Azərbaycanda dövlət çevrilişi olacaqdı. Neçənci ildə? 2017-ci ildə ya 2016-nın sonunda. Azərbaycanda da darbe olacaqdı. Ramiz Mehdiyev hər halda ya da onu istədiyi bir adam prezident olacaqdı. Biz məsələni çox incəliyinə qədər izləməliyik. Zahir bəy, Azərbaycanda gerçəkləşməsi daha kolay olacaq da. Bunu siz unutmayın. Çünki dövlətin ali qurumların böyük əksəriyyəti işğal altındaydı. Ramiz Mehdiyev deyək ki, prezident aparatının rəhbəri. Başbakanlıq da bunlar. Məclis bunlarda. Azərbaycanda darbəni gerçəkləşdirmək 2 vuraq 2-də artıq. Hələ o təhlükə Azərbaycanda da qalır. Nə qədər ki biz bu adamları haqqında danışırıq, amma onlarla bağlı ölçü götürmürüksə, bugün Sayın Erdoğan dediyi kimi o təhlükə daha ciddi sürətdə ortada olduğunu biz dilə gətirməliyik. Mən dedim ki, 2016-cı ildə Azərbaycanda olan Batı dünyasının küresel dövlətlər üstü dövlətin terror gücləri, istihbarat gücləri iştirak edirdisə, orada İrandan da iştirak edirdilər, Zahir bəy. Bəli. İraqdan da olanlar iştirak edirdi, Suriyadan olanlar, bütün İslam dünyasından, Qırğızstandan, Qazaxıstandan harda ki örgütlənmişlər, hamısı prosesin içərisindəydilər ki, Türkiyədə qalib gələndən sonra onlar öz vətənlərində, öz dövlətlərində hakimiyyət ələ keçirəcəklər deyə bir prosesdə başladılmışdır, düymə çoxdan basılmışdır. Ona görə 2016-cı il 15 Təmmuz darbe planının baş tutmaması Türk dünyasının qurtuluş günü kimi dəyərləndirilməlidir. Mən hesab edirəm ki, belə də qeyd Türk olunur. dövlətlər Demokratiya və milli birlikdir. o Türkiyə elə adlandırıb. Mən hesab edirəm ki, Türk Dövlətlər Təşkilatının payızda keçiriləcək zirvə toplantısında 15 Təmmuz Türk dövlətləri tərəfindən qurtuluş günü elan edilməlidir. Və mahiyyəti də bütün Türk dünyasında aydınlatılmalıdır ki, nəyə görə? Və eyni zamanda onların Azərbaycanda və Türk dövlətlərinin hamısında olan bugünkü strukturları darmadağın edilməlidir. Ki, təhlükə artıq bir dəfəlik qutarsın.
Biz o təhlükələrdən uzaqlaşaq. Deyirsən, amma hələ FETÖ ölməyib də. Fethullah öldü, amma FETÖ ölməyib. Amerika ölüb. FETÖ kimdir ki? Fethullah Güləni Xomeyni kimi hakimiyyətə gətirib onun üzərindən bir strukturlaşma geysərləşdirmişdilər deyirəm Zahir bəy. Onun arxasında duran Amerika istihbaratı, İsrail, Massaddan danışıram, Batı dövlətlərindən danışıram. Bütün bölgədə ağalıq uğrunda mübarizə aparmaq istəyən və özəlliklə Türk İslam düşmənləri prosesin içərisindədirlər ki, bağımsız İslam dövləti olmasın, bağımsız Türk dövləti olmasın, hamısı onların əmrində olsun. Bu mərhələ, mən hesab edirəm ki, Türkiyədə %50 FETÖ-nün dövründə var idisə, 2016-cı ilə qədər var idisə, indi deyək ki, %10 qalıblar. Amma %10'u təhlükə qalır. %10 təhlükə olaraq qalır. Amma Azərbaycanda deyə bilərəm ki, o zaman təhlükə %50 idisə, indi %60'dir. Yəni artıb. Mən Fethullah Gülənin bütün Azərbaycanda olan yapılanmalarını sayım. Siz görün ki, onların hansısa məğlubiyyətə uğrayıb, yoxsa zirvələrə dırmaşıblar. Böyük əksəriyyəti zirvələrdədir. Hələ də böyük güc olaraq qalırlar. Zahir bəy, təəccüblənməyin. Azərbaycanda görevdə olmayan, amma Azərbaycanın büdcəsini nazirlərdən çox dağıdan yeyən adamlar var. Ki, FETÖ ilə birbaşa bağlıdır. Amerikanın istihbarat təşkilatlarının işbirliyindədir. Onu sübut etməyə gərək yoxdur. Bu artıq dönemin mətbuatında olan yazılardan da özünü göstərir. Mən bir zaman da demişdim. Türkiyədə gerçəkləşən darbe planında silahlı qüvvətlərin imamı Adil Özkök var idi, xatırlayırsınızmı? Onu həbs olunmuşdu, cəzaevinə qaçırdılar. Gecə ilə, həmin hadisələrdə. Gör, bunlar nə qədər güclüdülər. Adil Özkökün qardaşı Kemal Özkök, bilirsiniz də, Amerikada uzun müddət Azərbaycan lobiçiliyini gerçəkləşdirib, SOCAR-ın milyardlarını xərcləyiblər. Və həmin Kemal Özkök Yerevanda həbs olundu o zaman. Bir ara Amerikada lobiçilik fəaliyyətində, yasatışı fəaliyyətlərinə görə axtarışdaydı. Gəlmişdi Yerevana, onu Yerevanda həbs elədilər. Kemal Özkök kimlə işləyirdi Zahir bəy? Türk-Amerika Asambleyası var idi bunun. Güya lobiçilik eləyir, Fethullah Güləni yapılanması. Yəni, Amerikanın istihbarat yapılanmasıdır. Bu dövlətləri və o dövlətlərdə olan dövlət qurumları necə ələ keçirmək uğrunda mübarizədən danışıram ki, iştirak eləyirlər. Və kimin pulundan? Azərbaycanın pulundan. SOCAR-ın buradan milyonları çamadanlarla daşınır. O paralarda kim daşıyırdı? Xaliq Məmmədov, SOCAR-ın vitse-prezidenti. Mən bunu Kemal Özkökündən dostluqlarına görə deyirəm, amma bir yerdə lobiçilik fəaliyyətlərinə dayanıb deyirəm. Və onların ən yaxın arkadaşları da Elin Süleymanov, Azərbaycanın Amerikadakı səfir, indi İngiltərədə səfirdir. İngiltərəyə səfir gələn kimi Azərbaycan səfirliyinə də terror oldu. Onların ən yaxın dostu kim idi? Onların arxa planda Cevun Mollazadı. Və onları Amerikaya aparan, onlarla bir yerdə lobiçiliyi gerçəkləşdirən kim idi Zahir bəy? Asım Mollazadə. Asım Mollazadəni Kemal Özköklə, Xaliq Məmmədovla, Elin Süleymanovla Azərbaycan lobiçiliyi adında Amerikada böyük fəaliyyətlər olub, küllü miqdarda mənimsələnmələr olub, o araşdırılmalıdır. Dövri mətbuatda vaxtda ciddi yazılar gedib. Kemal Özkökün lobiçilik fəaliyyətində iflas, o Azərbaycanla bağlı necə axtarışda olub Amerikada, bunlar hamısı yazılıb. İndi sizə sual verirəm Zahir bəy. Sadaladığım adamların hansısı Azərbaycanda bu günə qədər tənbih olunub, müəyyən sorğuya alınıblarmı? Yox, əksinə mükafatlanıblar. Digər tərəfdən, Azərbaycanda bu
Ramiz Əmbəroviç gedəndən sonra 3 qurumda ciddi dəyişkənliklər oldu. Mən bu haqda danışmışam. Milli Elmlər Akademiyasında, Yazarlar Birliyində, bir də Jurnalistlər Birliyində. Hər üçü Naxçıvana Vasif Talıbovun yanına gedib gələndən sonra görəvə seçildilər həmin zaman. Və bu gün də Azərbaycan mediasının, mən iddia edirəm, sadəcə istəyirəm ki, iddiamın qarşısında kim durursa gəlsin. Azərbaycan mediası, Milli Elmlər Akademiyası, Azərbaycanın beyin mərkəzləri, sivil toplum təşkilatlarından danışıram ha. Böyük əksəriyyəti 2016-cı ildən bu gün daha güclüdülər və daha şanslıdırlar və daha böyük maddi imkanları var. Azərbaycan parlamentində mənim müşahidələrim əsasında gəldim qənaət odur ki, 40-50 yaxın millət vəkilləri var. Kimin? Yəni danışdığım FETÖ-nün yapılanmasını 40-50 iş bilirsiniz. Bəlkə az deyirəm. Bugün 2 il bundan öncə Milli Məclisdə daha doğrusu İsraillə bağlı Sayın Erdoğan'ın bir açıklaması oldu. Nasıl Qarabağı girdi elə də İsrailə girə biliriz. Yadındadır. O zaman Azərbaycan mediası sanki bir düşmənə qarşı mübarizəyə başladılar. İkimizin də burada bir açıklamaları hatırlayırsınız herhalde. Azərbaycanda sizin televizyondan başqa Sayın Erdoğan'ı müdafiə edən ikinci bir YouTube kanalı və uydu kanalları oldu mu? Yox. İndi onu neyinirsiniz ki, səfirlik tədbirlərə onları təqid edən və Sayın Erdoğan deyil, indi də güclüdülər. Prosesi mən istəyirəm aydınladı. Necə siz dediniz ki, biz yayımı bəyənək. Analiz edib, mahiyyəti ortaya çıxartmalıyıq. Başqa suallarım da var. Olsun, Azər bəy, biz istəyirsiniz onlarla proqram eləyək, amma millətimizə bildirməliyik. İndi Zahir bəy, Azərbaycanda siz görürsünüz ki, Sayın Erdoğan'ın o açıklamasından danışdıq. Siz də mənim fikrimi yayındırmağa herhalde çalışdınız. Yox, yayındırmıram. Elə mi? Onda xatırlayırsınız, Milli Məclisin qəzetəsi, Azərbaycan qəzetinin baş yazarı Bəxtiyar Sadıqov Erdoğan haqqında bir səhifə böyük bir yazı yazdı. Hatırlayırsınız da onu. Yazı təhqirlərdən ibarət idi. Hələ bu günə qədər Bəxtiyar Sadıqov kimdir? Həmin qəzetin yenə baş redaktorudur. Əgər onlar zəifliyiblərsə, bu adamlar necə olur, o məqamları qoruyurlar və daha böyük imtiyazlar əldə edirlər. Deməli, daha gücləniblər. Bütün bu yapılanmaların içərisində istəyirsiniz, mən Jurnalistlər Birliyində rəhbərliyinə tutmuş sıradan üzvlərə qədər bir adlarını çəkim. İstəyirsiniz, Yazarlar Birliyində, istəyirsiniz, Milli Elmlər Akademiyasında və ayrı-ayrı dövlət qurumlarda, nazirliklərdə. Mən yeni millət vəkili Asım Mollazadənin adını çəkdim, doğrudurmu? Mən əgər yanlışamsa Kamal Özköklə Adil Özkökün qardaşından danışırıq. O zamanlar Asım Mollazadə ona Kamal demirdi, Kevin deyirdi. Azərbaycanda da elə bilirdilər, Kevin bir ingilisdir. Kevin? Adı Amerikada Kevin idi de onun. Həli. Bir qardaşı da vardı, Adəmdir, Adəm Özkök. Ona da Amerikada adam deyirdilər. Adam. Adam. Bu Kevin idi, o adam idi. Asım Mollazadə o zaman bizim dostumuz Kevin deyirdi. Hamı da elə bilirdi, bu dəsən hansısa bir ingilisdən danışır. Bəli. Asım Mollazadənin partiyasında Nazim Abdullayev var, idarəyyətin üzvüdür. Bəli. Kimsə onun adını eşidibmi? Yox, eşitdim. Amma oğlunu hamı tanıyır. Oğlu kimdir? Elnur Abdullayev. O kimdir? FETÖ'nün media üzərində ən güclü örgütlərinin başını duran adam. Bu gün də söz sahibidir. O əvvəl administrasiyada işləyirdi. Elnur Abdullayevdən danışıram. Zahir bəy, mən bugün deyirəm Azərbaycan uydu kanallarına, YouTube kanallarına və qəzetələrə, saytlara rəhbərlik edən adamla danışıram. Tanımıram. Bu adam hələ söz sahibidir Azərbaycanda, daha güclüdür. 2016-cı ildə bundan zəif idi, Zahir bəy, onu deyirəm. İndi daha güclüdür. Belə bir strukturlaşmada, hələ bir qardaşı da var Nazim Abdullayevin. O zaman SOKAR bilirsiniz,
həm də Azərsu Sokara daha yaxın idi. Onun tabiəti necədir? Yan quruluşu sayılırdı. Azərsuya da bu Nazim Abdullayevin başqa bir qardaşı kuratorluq edirdi o zaman. Hələ də yeni oradadır. Hamının kabineti əlindən alınır, onun ən gözəl kabineti ona verirlər. Necə olur ki, bu güclər hamı zəifləyir, bunlar güclənir. Biz deyirik Fethullah öldü, amma FETÖ'çülər zirvəyə dırmanır. Üzr istəyirəm. Zirvəyə dırmanır Zahir bəy. Azərbaycanda bu gün də tam mənada əmin edirəm ki, sizi Türkiyə-Azərbaycan ilişkilərinin pozulmasında maraqlı olan bu güclərdir. Çoxsu da özünü türkçü turancı sayır, deyir. Məsələn üçün, yeni saydığım millət vəkili hər yerdə stol masanın altından beləcə eləyirdi. Yəni masanın altından belə eləyirdi, tez gizlədirdim. Yəni mən turancıyam. Bozqurlan. Asim Mollazadədən danışıram. Onu hər zaman biz hara gedirdik, tez masanın altından belə eləyirdi ki, sizdən görünməsin. İndi bu cürə bozqurtlar, ondan türkçülər, turancılar, ondan sonra güva İranın əleyhinə olanlar, İsrailə kuklalar eləyənlər. Biz məsələn üçün mən İranın yapılanması danışına görsə 1979-cu il Xomeynin hakimiyyətə gəlişi Vilayəti Fəqiq İnstitutunun yaradılmasını Batının projesi sayıram. Bu deməkdir ki, mən prinsipcə İranın bugünkü yapılanmasının doğru olmadığını, Batı dünyasının əlində olduğunu deyirəm. Və o sistemə qarşıyam. Bu adamlar görün nə qədər həyasızlaşıblar ki, Zahir bəy. Mən İsrail-İran savaşında İran xalqını deyəndə Türkistan xalqından danışıram. Müdafiə etdiyimə görə, onların mənəvi cəhddən alçalmasına qarşı dirəndiyimə görə, Türk pezişyanın daha güclü olması uğrunda mübarizə apardığıma görə mənə deyirlər ki, sən Fars şovinistlərinin yanındasan. Fars pezişyanı müdafiə eləmək, Fars şovinizmi müdafiə eləmək sayılır. Fars faşizmi, Zahir Fethullah Güləndi. Azərbaycanda nə qədər ki, Batı dünyasının kuklaları var, FETÖ, İsrail, Qəndil, hamısı Fars faşisti. Niyə? Çünki mərkəzləri birdir. Fars millətinin özü, Fars faşizmin əlində əsir yesirdir. Heç bir aidiyyəti yoxdur. Necə ki, Fethullah Gülen örgütü Türkiyədə qurulmuşdu Mehmet Əhməd adından, o cümlədə Türk dünyasının hər yerində, Azərbaycanda da hamı deyirdi ki, bu türkçüdür, Türk millətinin savuncusudur. Amma bu adamlar Fars faşist idi. Bu adamlar Siyonist idi. Bu adamlar İngiliz kuklalarıdır, əlaltılarıdır, işbirlikçiləridir. Heç birinin dik duruşu yoxdur. Dik duruşları varsa, bir adlarını çəkərəm, 200 adamın adını Azərbaycanda. Hər birinə deyərəm, gəlin burada Zahir bəyin aparıcılığından canlı yayıma çıx. Biri gələ bilməz Zahir bəy. Mən fragment kimi, bəzi adamların adını fragment kimi çəkirəm. Amma bu dəqiqə Azərbaycan çox təhlükəli bir ayrı bu cürə yad güclərin əlində zərbələr altındadır. Buna görə də addım başı diqqət etmişsiniz, Azərbaycanı Türkiyə qarşı qoymaq istəyirlər. Sayın Erdoğan'ı Sayın Əliyevə qarşı qoymaq istəyirlər. Yəni bunu hər gün, hər saat, hər saniyə hiss edirsinizmi? Azərbaycanda mən elə bir YouTube hətta kanalı, uydu kanalını qoyaq kənara Zahir bəy. Tanımıram ki, yəni sizin dışınızda. Onlar gerçəkdən də bağımsız, dik duruşlu Türkiyə və Türk dünyası uğrunda mübarizə aparsınlar. Hamısı İsrailin yanında Türk dünyası olsun, Amerikanın yanında Türk dünyası olsun, kukla Türk dünyası uğrunda mübarizə aparır. Hamısını deməyək də Canlar bəy, biraz ədaletsizdir. Ay Zahir, mən hamısından danışıram. Hamısını deməyək. Çıxsın desin ki, mən onu elə deyiləm. Mən iddia edirəm Zahir, bu bir iddiadır. Amma qarşı tərəfində mövqeyini gözləyirəm. Gəlsin də için çıxır. Bizim proqramlarda elə verilişlər getmir. Mən deyim, sənin proqramında bu gedir. Azərbaycanda Türk adına kanal var. Məhsə Əmani məsələsində PKK'nın yayımlarını verirdi.
Onu da mən sizə demişəm. Və eyni zamanda televiziya kanalında açıqlama vermişəm. Bəli. 17 milyon Kürt var, bağımsızlıqlarına İranda qovuşacaqlar deyə reportaj verirdilər. Bəli, yadım. Azərbaycan ərazisində həm də. Mən bu kanallardan danışıram ki, onlar gürüllüyorlar. Hər cürə Azərbaycanın mənəvi dəyərlərini, milli dəyərlərini ayaqlayırlar. Sonra da hər kəsə də bir çamur atırlar. Hər kəs bilməsi lazımdır ki, doğruları, gerçəkləri biz hər zaman danışacağıq. İstəyir bütün maddi gücünüzlə bizə qarşı bir ordu yaradasınız. Mediada, siyasətdə, harada siz bizim yanımızdan vız eləyib keçənməzsiniz. Sizin topunuzu bir dəqiqənin içində darmadağın etmək biz iradəsində və iqtidarındayıq. Bizə qalib gələnməzsiniz. 2016-cı ildə siz böyük Türkiyədə darbə planı gerçəkləşdirib, hakimiyyəti almaq istəyirdiniz, necə darmadağın dağıldınız, burnunuz əzildi, hər zaman elə olacaqsınız. Hər zaman elə olacaqsınız. Azərbaycanda Zahir bəy, bəzi məqamlar var, mən deyirəm, izahını verməyəndə qaranlıq qalır. Mahmud Məmmədov vardı, Milli Təhlükəsizlik Naziri. Xatırlayırsınız mı? Eldar Mahmudov. Xatırlayırsınız mı? Əlbəttə, bəli. Onun ən parlaq dövründə, güclü dövründə Azərbaycanda binalar yanırdı. Xatırlayırsınız mı? Bəli. O necə olurdu? Eldar Mahmudov onu həyata keçirirdi. Niyə onu cinayət işi açır? O işlə bağlı cinayət işi hələ tam mənada açılmır. Təbii ki, bir güclər var. Dövləti alinin iradəsində. Amma böyük güclərlə artıq rastlaşanda müəyyən zaman kəsində dayanmalar baş verir. Mən onu qəbul edirəm. Amma gör bunlar nə qədər güclü ki, dövləti alinin belə, dövləti alinin təmsilçinin iradəsinə belə dirəniş göstərə bilirlər. Bu güclər Azərbaycanda prezidentin həyatına sui-qəsd təşkil edib hakimiyyət ələ keçirmək istəyən güclərdir. Onlardan biz danışırıq ki, durum çox vahimdir. O adamlar hələ də Azərbaycanda söz sahibidirlər. Bizə də baxırlar, deyirlər, zəng edirlər, onu görün, nə edirsiniz, onun belə də çox ironik bir formada bizlə də ala keçməyə çalışırlar. Amma onların bütün gələcək nəsillərlə də mesaj göndərir ki, sizin artıq həvəsləriniz qursağınızda qalacaq. Gələcəkdə sizə heç bir məqam olmayacaq. Onu bilin. Bu baxımdan Zahir bəy 15 Temmuz 2016-cı il Türkiyədə darbənin qarşısının alınması bugün sənlə mənim burada bu cürə danışmağıma da səbəb olan bir hadisədir. Türkiyənin qorunması, Türk dövlətlərinin qorunması deməkdir. Türk İslam dünyasının bugün bağımsızlıq uğrunda mübarizəsi deməkdir və eyni zamanda Türkistan xalqının İsrail və Amerika savaşında onlara dirəniş göstərməsi deməkdir. 16-cı il darbəsi baş tutsaydı, 2-3 aydan sonra burada çevriliş olacaqdı Bakı şəhərində. 7-8 aydan sonra da Tehranda olacaqdı. Tehranda da. Təbii. Orada da dövlətin içərisində onların maraqlarına... Burada bir maraqlı məqam var. Orada teokratik rejim qururlarsa Türkiyədə. Orada da hazır var idi. Qururlar bir zaman görürlərdi ki, dövlətin içərisində müəyyən güclər bunları tanıyır, onlara qarşı dirənir. Der ki, Xomeyni Batı dünyasının kuklası olaraq hakimiyyətə gəldi. Amma Xamneyi onu yerinə keçəndən sonra dövlətin də fərqli bir yapılanma qurdu və Xamneyini də hər kəs bilir, daha çox Rusiyanın yaxınlığı var idi. Mən bir dəfə demişdim. Hətta 60-cı illərdə Xamneyinin özü Moskvada Patrice Lumumba Universitetində təhsil almışdı. İranın içərisində də fərqli bir yapılanmalar Batı dünyasını artıq narahat edirdi. İranda nə dəyişiklik eləyəcəkdilər? İranda hər halda mən düşünürəm ki, bunlar Vilayəti Fəqih İnstitutunu sınaqdan keçirmişdilər. Əsas məqsədləri yenidən pedofil Şah Rızanı gətirəcəkdilər. Yəni, oğlu Rızanı gətirib Şah İnstitutunu yenidən bərpa etmək istəyirdilər. Planlarından biri buydu. Orada Şah rejimi qurub Türkiyədə teokratik rejim. Bahiyyət eynidir, Zahir bəy.
Ona şah deyə, ya da vilayət fərqin başında duran başqa deyə. Hər ikisinin sistemi eynidir. Hədəf və məqsədləri eynidir. Yönetim, idarə etmə metodikaları eynidir. Orada da bir nəfər ələ keçirilir, idarə edilir. Dəyişkənlik lazımdır Zahir bəy. Bir sistemi 100 il apara bilmirsən. Bir dönəm dirənir, xalq ona qarşı çıxır. Sistemi başqa bir adla, amma eyni mahiyyətlə dəyişirlər ki, xalq yenidən allansın, daha bir 100 il onların əmrində olsun. Mövzu bundan gedir. Şahı niyə yıxdılar be? Vilayəti fərqin üstünü niyə yaratdılar Zahir bəy? Bölgəni və dövləti nəzarətdə saxlasınlar. Amerika güva 50 milyar o zaman ziyana düşmüşdü. Məlum olur ki, 300 milyar İranın elə bunlar valyutasını həbs qoyublar. Udan kimdir, udan kimdir bilmiyorum. Amerika dövlətinin özü güva bağımsızdır. Dövlət var. Amerikanın üstündə də bunlar ağadır da. Diqqət etdiniz Trump'a. Trump'ı savaş dönemində hər kəs bilirdi ki, təhdidlə, şantajla savaşa çəkmişdilər. Nə üzrə Epstein mövzusunda ki, Epstein'i tam açacaq. Trump onlara direniş göstərməmək üçün onlarla işbirliyinə girib İrana savaşa girdi. Amma bir zaman savaşdan qaçmaq istədi, qaçırdı. Və Türkiyə səfərində də açıq-açığına dedi ki, Türkiyə ilə bizim ilişkilərimiz dərindir. Mən olmasam İsraili Türkiyə savaşa girsəydi, darmadağın edə bilərdi. Yəni mən qorudum demək istəyirdi. Elə Türkiyədə olduğu anda xəbər çıxdı ki, Trump'ı öldürə bilərlər. Suikast ola bilər. Hatırlıyorsunuz mu? Bəli. Yeruşalim Post qəzetində çıxan yazını İran parlamentində və ayrı dövlət qurumunda olan kuklaları səsləndirdilər. Hər yerə də yaydılar ki, İran Trump öldürmək, suikast eləməsi Ankara'da. Trump da gördü, durum ağırdı. Oradan İranın adamları həmin gün, Trump Ankara'da da, Hürmüz boğazında 4 gəmiyə füzə atdı. Qonşu dövlətlər, Bəhreyn, Qatar və Səudi Ərəbistan Birləşmiş Ərəb Əmirlikləri gəmilərinə füzələr atdılar. Onun qarşılığında da Amerika başladı İranı vurmağa. Trump da buradan dedi ki, artıq savaş başladı, bütün danışıqlar dayandı. Və Trump Amerika qayıdanda nə qayıdı Zahir bəy? Uçağını dəyişdi. Bunu bilirsiniz də yəqin ki. Bəli, niyə dəyişdi? Artıq onda bilgi var ki, sənə suikast ola bilər. Trump da Amerika çatanda dedi ki, bunu İran eləyirdi. İranın elə bir suikast eləmək gücü var idi mi? Amerika dövlətinin gücünə qarşı. Amerikanın indiyə qədər son yəni yaranış tarixindən bu yana 9 Cumhurbaşkanına suikast olub, onun 4'ü öldürülüb. Hamısı da Amerikanın içində olub. İran Amerikan Cumhurbaşkanını öldürmək iqtidarında qətiyyən deyil. Ama Trump dedi ki, İran öldürmək istəyirdi. Ama Trump iz azdırır. Zahir bəy. Bəli. O güclər Amerikanın içindədir ki, o güclər 2016-cı ildə Ankara'da darbe gerçəkləşdirdilər. Bakıda prezidentimizə suikast edib, hakimiyyət dəyişmək istəyirdilər. İranda savaş aparırlar. İndi də. Təbii də bu savaşın arxasında duranlardan danışıram. Biz de onlara qarşı təbii ki açıq fikirliyi nümayiş elətdiririk. Çalışırıq ki millətimizlə düşüncələrimizi bölüşək. Dövlətin ali qurumlarında olan beyin mərkəzlərinə fikirlərimizi çatdıraq. Çünki dünya özü bir təhdid və təhlükə altındadır. Bugün Amerikanın Cumhurbaşkanı suikastla, terrorla təhdid edilirsə, bu deməkdir ki, istənilən dövlətin başçısını aradan götürə bilərlər. Və bugün mən açıq demək istəyirəm ki, dünyada bir çox dövlət başçıları risk altındadır. Onlardan biri də Sayın Erdoğan'dır. Biz elliklə Sayın Erdoğan'ı həm ideoloji, psixoloji, siyasi və nəhayətdə fiziki terrora məruz qalmasına qarşı direniş göstərməliyik. Azərbaycanda hər halda Sayın Erdoğan'a qarşı bir ideoloji, siyasi terror var burada. Çox güclüdür.
son günlər daha həyasızcasına var. Azərbaycanda, Bakı şəhərində Sayın Erdoğana qarşı ideoloji, siyasi, mənəvi terror həyata keçirilir. Məqsəd nüfuzdan salmaq, fiziki terror edəndə Mən görmədim. Azərbaycan kimi deyirəm, televizyonların böyük əsəriyyətini tədqiq edirlər Sayın Erdoğanı. Mən qabağıma çıxmayıb da İzləyin, Zahir gedin, Turansiyam, Türkçiyamdən Yeni Musavat televizyonuna baxın, o birisinə baxın, bu birisinə baxın, gör nələr danışırlar. Aydındır. Ad çəkəndə deyirsiniz, həmkarlarımız haqqında deyirsiniz. Deyirsiniz, mən görməmişəm. Danışdırmayın. Xahiş deyirəm, izləyin Zahir bəy. Rica edirəm, gedin izləyin. Azərbaycanda, Bakı şəhərində Türkiyə Cumhurbaşkanı Sayın Erdoğana qarşı ideoloji, siyasi, mənəvi, psixoloji terror həyata keçirilir. Məqsəd xalqın gözündən salmaq, fiziki terror həyata keçirəndə xalqı sevindirmək. Aydın Candır bəy, mənə belə gəlir ki, biz bu verilişi elə başlıqdan da görürük. Yenə həmkarlarınızdan bir-ikisinin adını çəkən kimi müqavimət hissiniz gücləndi. Ona görə çalışır, ay millət, ona görə mən Zahir bəylə danışanda bunun təbii ki, mən Zahir bəyi çox sevirəm, bilirsiniz. Özünün düşüncələri təbii ki, məndən fərqlənmir. Amma o da düşünür ki, bu ruporu qorumaq lazımdır. O təhlükəni bilir. Amma mən Zahir bəyə deyirəm, Zahir bəy, dirənin vurun darmadağın edin, sən bir ki, kəsb ata bilməz. Siz həqiqətin üstünə yeriyin. Azərbaycanda olan media quruluşlarını da darmadağın edin, parlamentdə oturan şarlatanları da, dövlət qurumlarında kuklaları da, ona buna gədəli eləyənləri də, hamısını darmadağın edin, çəkinməyin. Dövləti ali və dövlətin ali maraqları bugün bunu tələb eləyir. Mən Azərbaycan Cumhurbaşkanı Sayın Əliyevə qarşı ölkədə gedən bütün psixoloji, mənəvi qarşı durmalar içərisində olan hücumları rədd edirəm, ona qarşı fikrimi səsləndirirəm. Sayın Erdoğana qarşı nifrətlə yüklənən bütün güclər eyni zamanda Sayın Əliyevə qarşı nifrətlə yüklənmiş güclərdir. Onlara qarşı dirənişi birgə həyata keçirməliyik. Biz Türk dünyasının xilası, İslam dünyasının xilası Zahir bəy, Türkiyə və Azərbaycanın birliyindən keçir. Ankara və Bakı bir olarsa Tehran bu gücün yanına gələcək. Türkistan, Tehran mərkəzli Türkistan türkləşəcək və nəhayət Türk birliyi, Türk dövlətlərinin birliyi tam mənada gerçəkləşəcək. Türk dövlətlərinin birliyi yanında İslam dövlətləri böyük bir gücə çevriləcək. Türk-İslam birliyi Avrasiyada və dünya siyasətində 3-4 gücdən biri olacaq. Belə bir mərhələdən keçirik. İradə və risk bizdən cəsarət tələb edir. Onu deməyə bacarmalıyıq və eyni zamanda hər kəsə bildirirəm. Hər kəs bilsin. İran başdan başa Türkistandır. Mənim İrana qarşı Amerikanın terrorçu İsrailin müharibəsini rədd etməyim və ona qarşı dirənişim Türkistanı qorumaqdır, ərazilərimizi qorumaqdır. Mən onu gözəl bilirəm ki, İranda siyasi istiqrar pozulmazsa, proseslər Türk dünyasının yüksəlişinə doğru gedərsə, Tehran mərkəzli, Türkistan, İsfahan mərkəzli bir dövlətə çevriləcək və o dövlət Türk dövlətlərindən bir yerdə olacaq. Əgər bu mövqeyimi bəyənmirsinizsə, ona qarşı dirəniş göstərirsinizsə, hamınız böyük Türk millətinin düşmənlərisiniz. Çox sağ olun. Əziz dostlar, dəyərli izləyicilər, xahiş edirəm ki, yayımı bəyənib paylaşasınız, öz mövqeyinizi yazasınız. Son vaxtlar YouTube'dan bildiriş gəlmir yazırsınız. Abunə olan abunəçilərimiz orada zınqrov işarəsi var. Bildiriş butonunu açıb tüm bildirişlərə vurmalıdır ki, bildirişləri ala bilsin. Və yeni izləyənlər, qatılanlar isə abunə olub, onlar da yenə zınqrov işarəsinə toxunmalıdırlar ki, verilişlərimizin hamısından xəbərdar olsunlar. Sabah isə çox maraqlı bir layihəyə başlayacağıq. Deməli, tarixin şahidləri adlı bir verilişimiz olacaq və həmin verilişdə subyektiv olmaz. Tarixin şahidləri danışacaq, obyektiv olacaq Candır bəy. Yox, danışanlar subyektiv danışacaq. Danışanları hökmən alternativ fikirləri və bu verilişimiz meydana çəkir. Bu verilişimiz sənədli veriliş olacaq. Hələlik ki, əvvəl bilirsiniz mən meydan sirləri veriliş çəkmişəm, başqa silsilə serial verilişlər çəkmişəm, amma artıq bunu bir dəfəlik bir ad qoyuruq.
Tarixin şahidləri verilişi və hər dəfə bir mövzuya həsr edəcəyik. Sabah isə Azərbaycan Xalq Cəbhəsinin yaranmasının ildönümüdür. 16 iyul və biz tarixin şahidləri verilişində AXC-yə həmin dövrə, yaxın tariximizə şahidlərini dəvət edəcəyik. Onlar danışacaq. Sabahki təsis konfransında Zahir bəy, mənim tarixdə böyük bir səhvim olub. Bəli. Rəhim Qazıyevin adı idarə heyətinə seçilməyənlərin siyasında olub. Amma təəssüfkeşlik edib onun idarə heyətinə seçilməsi uğrunda 4 nəfər mübarizə aparmış ki, biz qalib gəlib ora seçdirmişik. Bunu o verilişdə də. Böyük səhvim olub. Bu səhvi Azərbaycan xalqı qarşısında etiraf edirəm. Onun əlindən tutub cəbhəyə gətirib idarə heyətinə seçdirdiyimə görə. Mən sizə dəvət edəcəm, o verilişdə danışarız. Sağ olun əziz dostlar, sağlıqla qalın. Zaur Qəriboğlu ilə siyasi reaksiya.